mən burada deyərdim ki, əgər müəllim, tərbiyəçi müəllim, sinifdə müəllim görür ki, onun qrupunda, onun sinifində fərqli ehtiyacları, maraqları və inkişaf tempi olan uşaqlar var. Əgər onu görür, bu artıq uşaq yönümlü müəllim, buna biz deyə bilərik. Ən azı ona görə ki, uşaqlarını görür, onları fərqləndirən aspektləri görür, fərqli inkişaf tempi, fərqli inkişaf səviyyəsində olduqlarını görür, fərqli maraqlarını anlayır və burada müəllimdən yaradıcılıq deyil birinci növdə tələb olunan. Yaradıcılıq öz yerində. Burada müəllimdən artıq gördüyünü, artıq fərqləndirdiyi o aspektləri öz planlaşdırmada, tapşırıqların hazırlamasında, resursların seçimində bax onu necə nəzərə almasıdır. Və fərqli ehtiyaclar, fərqli maraqlar və fərqli inkişaf templəri sizin sualınızla gedirəm. O demək deyil ki, 15 dəqiqədə və ya 20 dəqiqəlik məşğələdə və ya 30-35 dəqiqəlik məşğələdə dərhal bütün bu fərqliliklər əks olunmalıdır. Bizim əlimizdə 9 ay vaxt var. Tədris ilimiz 9 aydan ibarətdir. Və 9 ay ərzində müəllim həmən o fərqli aspektləri qarşılamaq üçün planlaşdırma aparır. 9 ay üçün müəllim fərqli resursları hazırlayır. Biraz çərçivədən kənar baxmaq lazımdır. Bəli, mənim qrupumda 15 və ya 20 uşağım var. Bunların fərqli maraqları, fərqli inkişaf ehtiyacları, inkişaf templəri var. Və mən bunları 9 ay ərzində necə qarşılayıram? Sırf bu 30 və ya 35 dəqiqədə deyil, daha geniş düşünək.